Hörmətli izləyicilər, əsas sualın canlı yayımında xoş gördük. Gündəmin vacib mövzularını müzakirə edəcəyik. Gündəmimizdə bir neçə əsas mövzu. Birləşmiş Ştatların vitse-prezidenti D.J. Vance Azərbaycana və Ermənistana səfər edəcək. Bu səfərdən gözləntiləri təhlil edəcəyik. Daha sonra İran ətrafında vəziyyət necə inkişaf edə bilər? Birləşmiş Ştatlar prezidenti Trump bildirir ki, Amerika donanması İrana doğru hərəkət edir. İrana qarşı yeni hərbi əməliyyat, hansısa bir əməliyyat keçirilə bilərmi? Daha sonra Abu-Dabidə keçirilən Birləşmiş Ştatlar, Ukrayna və Rusiya nümayəndələri arasındakı görüşdən gözləntilər müzakirə olunacaq. Davos forumunda Davos forumundan geridə qalanlar Azərbaycan Trumpın təsis elədiyi Sülh Şurasının üzvü oldu. Bu şuradan biz nə gözləyə bilərik? Bu və digər sualları tanınmış siyasi şərhçi Şahin Cəfərliyə ünvanlayacağıq. Bir saat ərzində maraqlı verilişimiz gözlənilir. Bəyənin paylaşıb başlayırıq. Şahin bəy, xoş gördük. Minnətlərəm yanımıza qatıldığınız üçün. Çox sağ olun. Əvvəlcə D.J. Vance'in regiona səfəri. Bu verilən açıqlamada qeyd olunur ki, Trump paylaşıb bunu öz sosial şəbəkəsində. TRIP layihəsinə, yəni sülh prosesinə Amerikanın dəstəyini ifadə eləmək, həmçinin Ermənistanla bağlı xüsusilə dinc nüvə proqramına dəstək vermək, eləcə də Ermənistana Birləşmiş Ştatların 3 milyard dollarlıq sərmayəsi yatırılacaq. Süni intellektlə, yarımkeçilərlə bağlı yeni zavod qurulur, səhv eləmirəmsə. Bir maraqlı məqam da odur ki, Gürcüstan proqramda yoxdur. Əvvəl səfərlər Gürcüstandan başlayırdı, indi Gürcüstanda yoxdur. Tamamilə diqqətdən kənarda qaldı. Bəli. Bu haqda nə düşünürsünüz? Şübhəsiz ki, Amerika vitse-prezidentinin bölgəmizə səfəri çox önəmli bir hadisədir. Yəni, hətta tarixi əhəmiyyətli hadisə kimi də qeyd etmək olar. Mən düşünürəm ki, Azərbaycanla Amerika arasında strateji tərəfdaşlıq sənədinin imzalanması baş verəcək. Çünki bilirsiniz ki, keçən il avqustun 8-də Ağ Evdə keçirilən görüşdə Azərbaycanla Amerika arasında, yəni Prezident Əliyevlə Prezident Trump arasında bir memorandum imzalanmışdı və orada da iki ölkə arasında 6 ay müddətində strateji tərəfdaşlıq xaritəsinin hazırlanmasına dair işçi qrupunun formalaşdırılmasından söhbət gedirdi. İndi həmin işçi qrupu ondan sonraki müddətdə formalaşdırıldı və onların işi də başladı, yəni danışıqları da başladı. İndi belə görünür ki, artıq o danışıqlar başa çatıb və eyni zamanda 6 aylıq müddət də fevralın 8-də sona çatır. Böyük ehtimalla o tarixə qədər, yəni fevralın 8-nə qədər Vance'in səfəri baş tutacaq və səfər zamanı Azərbaycanla Amerika arasında strateji tərəfdaşlıq sənədi imzalanacaq. Bilirsiniz ki, bu barədə daha öncə Ermənistanla Amerika arasında sənəd imzalanmışdı. Hələ Joseph Biden'in prezidentliyinin son həftələrində. Yeri gəlmişkən o sənəd imzalananda bizim mediamızda, xüsusən bizim hakimiyyətə yaxın mediada belə bir tez dövriyyəsi oxulmuşdu ki, bu sənəd Bidenin təşəbbüsüdür, yəni demokratların təşəbbüsüdür və Trump gəldikdən sonra o sənədi zibil qutusuna atacaq. Yəni o sənədin heç bir əhəmiyyəti olmayacaq, amma bu belə olmadı. Əslində o zaman da, yəni Biden administrasiyası onu imzalayarkən bu barədə Trumpın müvəqqəti keçid komandasına məlumat vermişdilər. Bəli. Və o sənəddə onlara göndərmişdilər ki, siz buna razılıq verirsinizmi, imzalayaqmı? Onlar da buna razılıqlarını vermişdilər. Yəni bu Amerikanın dövlət siyasətidir. Bu baxımdan biz Amerika-Ermənistan əlaqələrinin də yeni səviyyəyə yüksəldiyini müşahidə edirik. Yəni həm Azərbaycanla Amerika arasında, həm də Ermənistanla Amerika arasında münasibətlərin yeni mərhələyə qədəm qoyduğu çox net şəkildə ortadadır və Vance'in səfəri də bunu rəsmi şəkildə təsdiqləmiş olacaq. Burada təbii ki, bu prosesdə biz bir qədər Ermənistandan geri qalırıq. Yəni Ermənistan-Amerika əlaqələrinin səviyyəsi Azərbaycan-Amerika əlaqələrinin səviyyəsindən daha yüksəkdir. Yəni müqavilə hüquq bazası baxımından yanaşdıqda daha yüksəkdir. Elə imzalanacaq sənədləri də nəzərdən keçirəndə bunu görmək olur. Məsələn, Ermənistanla daha mühüm sənədlər imzalanacaq. Siz də qısaca qeyd etdiniz. Yəni informasiya texnologiyaları sahəsində, süni intellekt sahəsində, dinc enerji, atom enerjisi sahəsində Ermənistanla Amerika arasında müqavilələr, sənədlər, rəsmi sənədlər imzalanacaq və Amerika Ermənistanda süni intellektin, IT texnologiyalarının inkişafı və mikroçiplərin istehsalı sahəsində Ermənistana yatırım qoyacaq. Yəni bu çox 3 milyard dollarlıq yatırım. Bəli, bu çox önəmli bir məqamdır. Ermənistan üçün çox önəmlidir. Yəni söhbət təkcə orada yatırımı miqdarından getmir. Yəni 3 milyard dollar
bəli, Ermənistan üçün təbii ki, mühüm rəqəmdir, 3 milyard, amma bu məsələnin əhəmiyyəti sırf onunla məhdudlaşmır. Burada əsas əhəmiyyətli məqam ondan ibarətdir ki, Amerika Ermənistanda, yəni bu sahəyə bu gün qlobal iqtisadiyyatda əsas trend olan sahələrə, yəni süni zəka, mikroçiplər istehsalı sahəsinə Amerika Ermənistanda bunları lokallaşdırır. Yəni Ermənistanda bunların bu sahənin inkişafına dövlət səviyyəsində dəstək verir. Yəni bu çox vacib bir məsələdir. Yəni bu baxımdan biz hələ ki o səviyyə çatmamışıq. Biz hələ indi başlayırıq Amerika ilə o sahədə münasibətlərə. İndi bilmirəm imzalanacaq sənədə baxarıq və təhlil edərik təbii ki, o imzalandıqdan sonra orada hansı məqamlar əksini tapacaq. Yəni dediyim kimi burada ən vacib məqam ondan ibarətdir ki, Amerika Cənubi Qafqaz regionuna ciddi şəkildə daxil olur və bura belə deyək də yerləşir. Elə bunun əsas bu mövzunun əsas istiqamətlərindən biri də TRIP marşrutudur. Yəni Zəngəzur nəqliyyat kommunikasiyasının tamamilə Amerikanın nəzarətində gerçəkləşəcək olması məsələsi bu çox vacibdir. Və burada onu da xüsusi qeyd etmək lazımdır ki, yəni bizim ictimaiyyətdə də, dünyada da, Avropa mediasında da tez-tez Trumpın ünvanına bu cür iradlar və yaxud da ittihamlar səslənir ki, bəs Trump dünyanı Putinlə, nə bilim, Xi Jinpinglə, yəni Rusiya ilə, Çinlə dünyanı bölüşdürmək istəyir, nüfuz dairələrinin bölgüsünə gedirlər filan. Putinə güya Trump meydan açır. Yəni bu tip fikirlər çox geniş yayılıbdır. Xüsusən Qərbdəki liberal media bu fikirləri tirajlayır. Amma yəni biz nəyi müşahidə edirik? Rusiyanın öz həyati maraq zonası hesab etdiyi regiona, yəni Cənubi Qafqaza, postsovet məkanının çox önəmli bir bölgəsinə Amerika sorğu-sualsız daxil olur. Yəni elə bil belə də olmalıymış. Yəni Trump elə daxil olur ki, bu regiona. Elə bil belə də olmalıymış. Yəni bu qanundur. Elə bura Amerikanlıymış. Amerika burada istədiyini eləməkdə sərbəstdir. Halbuki məsələn əvvəlki dövrlərdə belə deyək, yaxşı kimi təqdim olunan o Trumpdan əvvəlki Amerika siyasətində əsas məqam, yəni bu regionla bağlı, yəni postsovet məkanı ilə bağlı siyasətdə hər zaman Rusiyanın mövqeyi nəzərə alınırdı. Yəni əslində Qərb bu regionların müstəqilliyi dövründə, yəni SSR-nin dağılmasından sonraki dövrdə postsovet məkanında yeritdiyi siyasətdə hər zaman Moskvanın maraqlarını bu və ya digər şəkildə nəzərə alıb. Yəni bu regionda yeritdiyi siyasət daha çox Moskva mərkəzli siyasət olub, Qərbin siyasəti. Yəni çalışıblar ki, Rusiyanın qırmızı xəttlərini keçməsinlər, xüsusən Putin gələndən sonra. Yəni Putindən əvvəl təbii ki, Rusiya çox zəif vəziyyətdə idi və çox da onu saya salan yox idi. Amma xüsusən Putin dövründə Qərb öz siyasətində daha korrekt olmağa çalışdı, yəni postsovet məkanındakı siyasətində daha ehtiyatlı olmağa çalışdı və Rusiyanın burada maraqlarını mümkün qədər nəzərə aldı. Mən demirəm tamamilə %100 Rusiyanın dediyi kimi hərəkət elədilər, yox. Müəyyən məqamlarda, müəyyən dönəmlərdə təbii ki, Rusiyanın maraqlarına toxunan addımlar atdılar, siyasət yeritdilər, amma ümumən çalışdılar ki, Putinin müəyyən etdiyi qırmızı xəttləri keçməsinlər və Rusiya ilə münasibətlər konfrontasiya müstəvisinə keçməsin. Qərbin Rusiya ilə münasibətləri konfrontasiya müstəvisinə keçməsin. Yadınızdadır, yəni Rusiya Cənubi Osetiyada müharibəyə başlayandan sonra və Gürcüstan ərazilərini işğal edəndən sonra Qərbin ona qarşı hansı addımlar oldu ki? Heç bir addım olmadı. Heç adicə sanksiyalar da tətbiq olunmadı. Rusiyanın o hərəkəti, yəni Gürcüstandakı işğalçılığı tamamilə cavabsız qaldı. Qərb ona güldən ağır söz demədi. Və bu da nəyə gətirib çıxartdı? Bəli. Rusiyanın daha 6 ildən sonra 2014-cü ildə Rusiyanın Krımı işğal və ilhaq etməsi və ondan sonra da Ukraynanın şərqində separatizm alovunu alovlandırması ilə nəticələndi. Yəni bu baxımdan Trumpdan əvvəlki siyasət güya sanki çox gözəl imiş, Trumpdan əvvəlki dünya düzəni sanki ideal imiş, hər şey əla imiş, qurd quzu ilə otluyurmuş kimi belə rəylər çox tez-tez səslənir. Bu təbii ki, doğru deyil. Doğru deyil. Davosda da bu əsasən bu mövzular üzrə çox geniş diskussiyalar aparıldı. Və orada məsələn Kanada baş nazirinin çox maraqlı çıxışı oldu, Mark Carney'nin. Orada Mark Carney də açıq bildirdi ki, əslində yəni deyir bundan əvvəlki dövrdə də əslində deyir biz özümüzü aldadırdıq ki, güya qaydalara, qanunlara əsaslanan bir nizam var və bu nizam içərisində hər kəs şad-xürrəm yaşayır filan. Deyir əslində onda da bunun bu əsasən deyir bu yalan idi. Çünki onda da böyük dövlətlər
ehtiyac olanda, lazım biləndə bu beynəlxalq hüquq normalarını çox asanlıqla tapdayıb keçirdilər. Və doğrudan da elə idi. Yəni niyə uzağa gedirik ki, Amerikanın ikinci İraq işğalı, 2003-cü ildəki işğal. Bu beynəlxalq hüquq normalarının tamamilə kobud şəkildə pozulması idi. İndi təbii ki, orada Səddam diktaturası var idi. O xalqa zülm eləyirdi, nə bilim Şiələrə zülm eləyirdi, Kürdlərə zülm eləyirdi, hətta Kürdlərə qarşı bir qətliam törətmişdi filan. Bu öz yerində. Yəni bunu bir tərəfə qoymuruq. Yəni Səddamın cəzalandırılması bu baxımdan bəlkə də doğru idi. Amma sırf beynəlxalq hüquq nöqteyi nəzərinə yanaşdıqda Amerikanın o işğalı da tamamilə qanunsuz idi. Məsələn, Trump hələ ki ona bənzər bir addım atmayıb. Trump onu uğurlamaqdan. Trump nə qədər ağır şəkildə tənqid olunsa belə o miqyasda bir beynəlxalq hüquq pozuntusu hələ ki törətməyib. Bəli, İranı bombaladılar. Bəli, İranın bombalanması, nə bilim, Maduronun oğurlanması və bunlar da beynəlxalq hüquq baxımından ciddi pozuntulardır. Amma hər halda İraqın işğalı miqyasında bir addım atmayıb. Yəni İraqın işğalına Amerika 100 minlərlə əsgər cəlb elədi. Hətta bəzi məqamlarda 1 milyonu keçmişdi o Amerika əsgərlərinin sayı orada. Amerika və müttəfiq, yəni koalisiya ölkələrinin sayı. Yəni bu miqyasda hələ ki Trump bir beynəlxalq hüquq pozuntusu eləməyib, bir böyük müharibə törətməyib. Yəni demək istədiyim odur ki, yəni Trumpdan əvvəl də beynəlxalq nizam sahəsində çox ciddi problemlər var idi. O zaman da güclü, zəifi əzməyə çalışırdı. Rusiyanın əməllərini biz xatırlatdıq Ukraynaya qarşı, Gürcüstana qarşı. Yəni bu baxımdan çox da prinsip etibarilə dəyişən bir şey yoxdur. Sadəcə olaraq Trump bir növ o ölmüş beynəlxalq nizamın dəfnini rəsmiləşdirdi. Yəni dəfn elədi. Tabutuna son mismar. Məsələ bitdi. Yəni Trump kartlarını çox açıq oynayır. Yəni mən burada Trumpı tərifləmirəm ha. İndi izləyicilər yanlış anlamasa. Mənim özümün də Trumpa münasibətim tənqididir. Yəni məni izləyənlər sosial mediada bilirlər. Mənim Trumpa münasibətim neqativdir. Amma yəni həqiqəti söyləmək lazımdır. Yəni biz doğru şərh verməliyik burada. Ki yəni Trumpın da əslində yəni mənə görə üstünlüyü ondan ibarətdir ki, niyyəti nədirsə mənzili də oradır. Yəni düşündüyünü dilə gətirən və açıq şəkildə söyləyən adam. Yəni prezident bizim öyrəşdiyimiz prezident standartları. Bəli, tamamilə qeyri-standart və orijinal bir fiqurdur. Bu baxımdan təbii ki, onun bir çox addımları, onun ritorikası hələ də tam belə görür ki, bunu insanlar qəbul etməkdə, bunu həzm etməkdə çətinlik çəkirlər. İndi yenə qayıdaq təbii ki, bizim regiona, çünki sual onunla bağlı. Mən onu bir sual əlavə edeyim. Stratford deməli mərkəzi, analitik mərkəzi regiondakı vəziyyətlə bağlı da öz 2026-cı ildə nə proqnozlarını açıqlayıb daha doğrusu. Bu baxımdan Ermənistanda qeyd olunur ki, seçki qabağı narazılıq arta bilər Paşinyan hökumətinə, xüsusilə Azərbaycanla bu sülh prosesi cəmiyyətin bir hissəsi tərəfindən qəbul olunmur və Rusiyada həmən hissənin çox aktiv işləyir. Bax, bu baxımdan Vensin səfəri həm Ermənistanın daxili prosesləri, Azərbaycanın daxili prosesləri gözləntilər var. Yəni Amerika səhv eləmirəmsə 2002-ci ildən bəri ilk dəfədir ki, Amerikanın bu səviyyədə rəsmisi daha öncə Hillary Clinton gəlmişdi, dövlət katibi. Dövlət katibi, bəli, 2014-də gəlmiş, səhv eləmirəmsə. Yəni bu Vensin səfəri ölkələrin daxili situasiyasına necə təsir edə bilər? Rusiya və İran. Bax, Stratfordda qeyd edir ki, Rusiya TRIP layihəsinin icrasına mane olmağa çalışacaq. Yəni bunu da qeyd olunur analitiklərin hesabatında. Nə düşünürsünüz bu haqda? Rusiya təbii ki, TRIP marşrutunda maraqlı deyil, dediyimiz kimi. Yəni bura Rusiyanın həyati maraq zonası, arxa bağçası hesab etdiyi bir bölgədir və xüsusən də biz bilirik ki, Ermənistan çox yaxın keçmişə qədər Rusiyanın əlinin altında olan ərazi idi. Yəni faktiki Rusiya Federasiyasının bir uzantısı idi Ermənistan. İndi bu ərazi, yəni Ermənistan faktiki Rusiyanın əlindən çıxır. Düzdür, Paşinyan bu siyasəti aparırdı, amma çox ehtiyatla, yəni Rusiyanı qıcıqlandırmadan, Rusiyanın çox aqressiyasını öz üzərinə cəlb eləmədən, çox ehtiyatla Rusiyadan uzaqlaşma və Ermənistanın suverenliyini təsbit etmə kursu aparırdı. Amma indi birbaşa Amerikanın bura daxil olması, yəni faktiki Amerika Ermənistana yerləşmiş olur. Yəni məcbur deyil ki, mütləq bu yerləşmə hərbi baza şəklində olsun. Amerika şirkətləri, Amerika biznesi ora uzun müddətli əsasda daxil olursa, hansı ki 49 illik də səhv eləmirəmsə müqavilə, sonra da daha 50 il uzadıla bilər. Yəni 49 illiyinə 99 illiyinə Amerika şirkətlərinin, Amerika biznesinin Ermənistana daxil olması, hansı ki bu biznes bilavasitə dövlətin yönləndirdiyi
Həm də Rusiyanın insarında olan sahələrə biznes yatırılır. Məsələn, nüvə Metsamor stansiyası. Bəli, elə ona da gələcəm. Yəni həm bu nəqliyyat kommunikasiyasını Amerikanın nəzarətə götürməsi, həm də Ermənistan iqtisadiyyatına açıq şəkildə müdaxilə eləməsi və orada ən strateji sahə olan nüvə enerjisi sahəsini, hansı ki Rusiyanın tamamilə nəzarətində idi. Yəni Metsamor AES Sovet dövründə tikilib və hazırda da onun işlədilməsində Rusiya şirkəti Rosatom çox mühüm rol oynayır. Və indi Amerikanın ora müdaxilə etməsi, orada ikinci enerji blokunun tikintisi olmalıdır. Ermənistan bunu verir Amerikaya. Eləcə də nüvə yanacağının Amerikadan əldə olunması filan. Bu faktiki ona gətirib çıxaracaq ki, Rusiya Ermənistan iqtisadiyyatının strateji sahələrindən tədricən sıxışdırılıb çıxarılacaq. Çünki Ermənistan iqtisadiyyatı da tamamilə Rusiyanın kontrolundadır. Yəni bu əsas Paşinyana çətinlik yaradan faktor budur. Hətta Ermənistan dəmir yolları da Rusiya dəmir yollarının idarəçiliyindədir. İndi Paşinyan Amerikanın dəstəyi ilə yavaş-yavaş Rusiyanı Ermənistan iqtisadiyyatından da, Ermənistan iqtisadiyyatının aparıcı sektorlarından sıxışdırmağa çalışacaq. Və burada Amerikanın iştirakı varsa, bu o deməkdir ki, Rusiya Ermənistana qarşı açıq provokasiyalardan çəkinəcək. Xüsusən də bilirik ki, Trumpdan qorxurlar da. Yəni bunu açıq deyək ki, Rusiya Trumpdan qorxur, Putin Trumpdan çəkinir və Trumpın adı ilə bağlı olan bir proyektə Rusiyanın mane olacağını mən düşünmürəm. Həm adı, həm də 76% Amerika şirkətinin. Bəli, Amerika şirkətinin kontrolunda olacaq. Yəni təbii ki, Rusiya buna mane olmaq istəyər. Çox istəyər buna mane olsun, bunu pozsun. Amma yəni bilavasitə Trumpın adı ilə bağlı olan proyektə qarşı Rusiyanın açıq hansısa bir addımlar atacağını mən düşünmürəm. Yəni buna inanmıram. Yəni bu baxımdan amma seçki həlledicidir. Yəni burada Rusiya elə Vensin səfəri bir növ Paşinyana dəstək nümayişidir. Bu çox açıq şəkildə. Orada imzalanacaq sənədlər, Vensin verəcəyi açıqlamalar, bəyanatlar, təbii ki, açıq şəkildə deməyəcək ki, biz Paşinyanı seçkidə dəstəkləyirik. Amma faktiki onun həm səfəri, həm orada imzalayacağı sənədlər Paşinyanla bərabər, həm də mətbuat konferansında söyləyəcəkləri bir növ Paşinyana dəstək anlamına gələcək. Və bu da Paşinyanın seçki ərəfəsində mən düşünürəm ki, Ermənistan daxili siyasətində mövqelərini xeyli möhkəmləndirəcək. Çünki xalq da, yəni ermənilər də hər halda hamısı axmaq deyil də. Yəni düz axmaq olanlar da var. Hələ də o millətçilərin arxasınca gedənlər var. Nə bilim Rusiya yönümlü qüvvələrin arxasınca gedənlər var hələ də. Amma bunlar çoxluqda deyil. Çoxluqda deyil və ötən seçkilərdə Paşinyana səs verən çoxluq ki var, onlar hər halda bu prosesi müşahidə eləyəcəklər və görəcəklər ki, yəni bütün dünya Paşinyan, yəni dünyanın aparıcı ölkələri Amerika başda olmaqla Paşinyanın arxasındadır. Paşinyan bir sülh və əməkdaşlıq prosesi aparır regionda. Azərbaycanla tam anlaşdı. İlham Əliyevlə münasibətləri artıq nəinki gözəl münasibətə çevrilir. Nəinki hətta mehribanlaşıb da demək olar. Yəni bir-birini görəndə gülümsüyürlər, çox mehribancasına görüşürlər. Yəni hər hansı bir ciddi problem qalmayıb. Yəni bu baxımdan yəni ermənilər də o ağlı olan, düşüncəsi, məntiqi olan ermənilər də yəni fikirləşəcək ki, yəni biz bu prosesi niyə pozaq ki? Bu proses pozulsa, Paşinyan getsə, sabah bizim axırımız nə olacaq? Yenə Azərbaycanla konfrontasiya, yenə Türkiyə ilə konfrontasiya və Amerika ilə də bu qurulmuş münasibətlər, Qərblə bu münasibətlərin pozulması, bütün bunlar bizim nəyimizə lazımdır? Yəni bu baxımdan mən düşünürəm ki, hətta Paşinyana yenidən səs vermək məsələsində tərəddüd edən ermənilərin də ən azından bir qismi bu dəstəyi gördükdən sonra, yəni Paşinyana bu dəstəyi gördükdən sonra öz mövqeyini dəyişəcək və yenidən Paşinyana doğru meylənəcək. Bu baxımdan mən Paşinyanın növbəti seçkilərdə qələbə qazanacağına açığı şübhə eləmirəm. Amma əlbəttə ki, yəni Rusiya faktoru da tam hələ, yəni bunu göz ardı eləmək də doğru olmaz və Rusiya mümkün qədər daxildə Paşinyanın qələbəsini əngəlləməyə çalışacaq. Amma yəni bunu artıq açıq provokasiyalar, nə bilim Ermənistan içərisində vəziyyətin gərginləşdirilməsi, nə bilim Paşinyana qarşı hansısa bir qiyama, nə bilim inqilabi proseslərə dəstək vermək filan bu şəkildə məncə Rusiya yəni eləməyə cəsarət eləməz. Xüsusən Amerikanın ora yerləşdiyi bir mərhələdə. Azərbaycandakı gözləntilər Vensin səfərindən, yəni biz sosial mediadan oxuyuruq ki, yəni insan haqları fəallarının, siyasətçilərin də müəyyən gözləntiləri var ki, Azərbaycanda liberallaşma ilə bağlı hansısa addımlar atılsın filan. Ümumilikdə Azərbaycan-Amerika münasibətləri bundan sonra strateji xarakter daşıyır artıq. Bayaq siz qeyd edədiniz ki,
həmin tərəfdaşlıq müqaviləsi imzalanacaq. Daha nə gözləmək olar sizcə? Yəni bayaq Trumpın səmimiyyətindən danışdıq da. Yəni niyyəti nədirsə, yəni dilində də onu söyləyir. Yəni ritorikası onun gerçək düşüncələrini əks etdirir. Yəni bu baxımdan Trump öz milli təhlükəsizlik strategiyasında da açıq yazıb ki, yəni biz dünyada demokratiyanı yaymağa filan çalışmayacağıq. Yəni bizim belə bir niyyətimiz yoxdur. Yəni bu həmin ölkələrin öz daxili məsələsidir. Yəni xalqların öz daxili işidir. Yəni biz bunu kiməsə gedib dünyanın hansısa ölkəsinə, xüsusən orada onu da qeyd ediblər ki, demokratiya ənənələri və tarixi olmayan bir cəmiyyətlərə biz gedib demokratiyanı sırımayacaq. Belə bir cümlə var orada. Amma Belarusla başqa cür danışılır. Hə, indi ona da gəlirəm. Bəli, demokratiyanı yaymaq kimi bir siyasəti yoxdur. İdeologiya yoxdur ümumiyyətlə. Hə, iki tərəfli münasibətlərdə də demokratiya, insan haqları filan bu cür məsələləri qaldırmır Amerika tərəfi, bu gün yəni Trump hökuməti. Amma hər halda bu o demək deyil ki, Amerika tamamilə o dəyərlərdən vaz keçir, imtina edir. Yəni sizin də qeyd etdiyiniz kimi Belarusla münasibətlərdə, hansı ki Belarus Avropanın sonuncu diktaturası adlandırılır, Lukashenko rejimi. Və xüsusən də Rusiyanın tamamilə təsir sferasında olan bir ölkədir Belarus. Amma buna baxmayaraq, bütün bunlara rəğmən Belarusla münasibətlərini qurarkən o məsələni qaldırdılar. Yəni siyasi məhbusların ən azından bir sərbəst buraxılması məsələsini qaldırdılar ki, bu bizim sizinlə münasibətlərimizi qurmağımıza bir növ xoş zəmin yaratmış olacaq. Yəni sizin bu addımınız, bu humanist addımınız, siyasi məhbusları buraxmağınız sizinlə münasibətlərimizin daha asan qurulmasında bizə kömək edəcək. Çünki Amerika hər halda Trump hökuməti də yəni bu diktatura rejimi ilə, Lukashenko ilə ondan heç bir güzəşt almadan heç nədən ona bu cür jestləri eləmək istəmir. Bu baxımdan əgər Belarusla münasibətlərdə bu problemi qaldırdılarsa, ola bilər ki, Azərbaycan hökuməti ilə dialoqda da bu problemi qaldırsınlar. Mən demirəm 100% bunu qaldıracaqlar, nə bilim siyasi məhbusların buraxılmasına çalışacaqlar. Yəni belə bir məlumatım yoxdur mənim. Onu iddia edə bilmərəm. Amma hər halda bunu istisna eləmək olmaz. Ki bizimkilərlə də söhbətdə, danışıqlarda, yəni qapalı təmaslarda ola bilər ki, ən azından bu siyasi məhbus məsələsini qaldırsınlar ki, yəni siz içəridəki aktivistləri, müxalifətçi jurnalistləri, fəalları filan sərbəst buraxın. Bunun qaldırılması istisna deyil. Gürcüstan məsələsi. Amma ümumən yəni dediyim kimi Azərbaycan-Amerika münasibətlərinin də inkişafı baxımından bu çox vacib bir səfər olacaq və xüsusən də müdafiə sahəsində bilirsiniz ki, orada bir əməkdaşlıq da əksini tapıb. Azərbaycanın Amerikadan müəyyən müdafiə xarakterli ləvazimatlar, hətta hərbi katerlər və pilotsuz katerlər satın alması məsələsi də var. Bunlar hamısı çox əhəmiyyətlidir təbii ki. Və bunlar da Amerikanın həm Cənubi Qafqaz, həm də Xəzər regionuna birbaşa açıq müdaxiləsi deməkdir. Və mən əminəm ki, Rusiya hal-hazırda bu cür xəbərlərdən bir növ zəncir çeynəyir. Yəni bu tamamilə Rusiyanın maraqlarının əleyhinə olan bir tendensiyadır. Gürcüstan vaxtı ilə Qərbin regionunda Cənubi Qafqazda əsas tərəfdaşı idi. Hətta Avropa İttifaqı ilə münasibətlər ən çox inkişaf etdirmiş ölkə idi. Amma biz 2 ildir Gürcüstanda böyük siyasi böhran və hakimiyyətin Birləşmiş Ştatlar və Avropa İttifaqı ilə münasibətlərinin həddindən artıq pisləşdiyini şahidiyik. Və Vensin səfərində Gürcüstan yoxdur. Bunun özü də mühüm məqamdır. Bu nə deməkdir sizcə? Ümumiyyətlə Gürcüstan beynəlxalq siyasətin bir növ xaricində qalıb. Yəni faktiki Cənubi Qafqazla bağlı Amerika öz siyasətində elə davranır ki, sanki burada Gürcüstan adında bir ölkə yoxdur. Halbuki, yəni çox yaxın keçmişə qədər, sizin də qeyd etdiyiniz kimi, Gürcüstan bu bölgənin əsas mərkəzi sayılırdı. Və Qərblə də münasibətlərdə, xüsusən Amerika ilə münasibətlərdə o qədər önə çıxmışdı ki, yəni Azərbaycanın və Ermənistan nə vaxtsa bu sahədə Gürcüstana çatacağı heç kimsənin ağlına gəlmirdi. Yəni Amerika prezidenti də regionda yeganə Gürcüstana səfər etmişdi. Yəni George Bush, o məşhur səfər Saakashvili dövründə. Orada içib rəqs eləmişdi. Yəni çox maraqlı səfər idi. O ayaqqabı da atmışlar yoxsa yox? Yox, o Bağdaddaydı, İraqdaydı. Yəni Gürcüstan çox yaxın keçmişə qədər Amerika ilə və Qərblə münasibətlərini çox yüksək səviyyələrə çıxarmış bir ölkə olmasına baxmayaraq, bu gün regional proseslərdən tamamilə kənarda qalıb. Yəni bu həqiqətən də bir neçə il əvvələ qədər ağla gəlməyən bir nəticədir. Bu baxımdan təbii ki,
bu vəziyyətin yaranmasının əsas səbəbkarı Gürcü arzusunun siyasətidir. Yəni Gürcü arzusu son illər həm Qərblə münasibətlərdə və xüsusən Avropa Birliyi ilə münasibətlərdə üzərinə götürdüyü öhdəliklərə tamamilə zidd siyasət yeritməyə başladı. Biz bayaq qeyd etdik ki, Amerikanın milli təhlükəsizlik strategiyasında yazılıb ki, biz demokratiya yolu ilə getməyən, demokratiya sahəsində ənənəsi, tarixi olmayan cəmiyyətlərə bu məsələləri sırmaq niyyətində deyilik. Amma Gürcüstan özü bu məsələlərlə bağlı üzərinə öhdəliklər götürmüşdü. Həm Amerika ilə iki tərəfli münasibətlərində imzaladığı sənədlərdə, həm də Avropa Birliyinə inteqrasiya prosesində bilirsiniz ki, namizəd ölkədir Gürcüstan, rəsmi olaraq. Namizəd ölkədir. Orada altına imza atdığı sənədlərdə konkret öhdəliklər götürüb ki, mən bu məsələləri həyata keçirəcəm. Yəni demokratiya ilə bağlı, insan haqlarının təminatı ilə bağlı özlərinə konkret, açıq, aydın öhdəliklər götürüb. Amma indi, yəni son bir neçə ildə tamamilə öz öhdəliklərinə zidd hərəkət eləyərək faktiki həm Amerikanın, həm də Avropa Birliyinin bir növ, yəni kobud desək, üzünə tüpürmüş oldu. Belə bir vəziyyətdə təbii ki, onlar da Gürcüstana olan baxışlarını dəyişdilər. Və Gürcüstana münasibətdə bir təzyiq siyasətinə başladılar. Hələ Biden dövründə bilirsiniz ki, Gürcü arzusuna qarşı siyasi sanksiyalar tətbiq olunmuşdu. Yəni Gürcü arzusunun İvanişvili də daxil olmaqla Gürcü arzusunun bir çox aparıcı simasına qarşı sanksiyalar tətbiq olunmuşdu. O cümlədən Avropa Birliyi də müvafiq sanksiyalar tətbiq edib. Yalnız siyasi, yəni hələ ki iqtisadi sanksiya tətbiq olunmuyor. Və onda da hələ Biden dövründə o sanksiyalar tətbiq olunduqdan sonra Gürcü arzusunun liderləri bildirirdilər ki, əşya onsuz da Biden bugün sabah gedir, sabah Trump gələcək. Biz də Trumpla çox yaxınıq, yəni ideoloji baxımdan da, yəni. Bunlar da mühafizəkardır, Trump da mühafizəkardır, respublikaçıları mühafizəkardır. Onların inamı bundan ibarət idi ki, yəni Gürcü arzusunun bunu açıq şəkildə söyləyirdilər. Kobaxidze, İvanişvilinin özü, Qaribaşvili, o keçmiş baş nazir indi həbsdədir. Bəli. Yer gəlmişə onun özü də biabırçı bir haldır. Ona da gələrik. Yəni bildirirdilər ki, bu Biden onsuz da çıxıb gedir. Yəni Biden, Blinken bunlar boş adamlardır. Bunların nə dediyinin bizim üçün heç bir əhəmiyyəti yoxdur. Onların qərarlarını biz zibil yeşiyinə atırıq. Heç bir əhəmiyyəti yoxdur. Onlar rədd olub gedəcəklər və sabah Trump gələndən sonra biz tamamilə bir bəyaz səhifə açacağıq. Amerika ilə münasibətlərdə qarşılıqlı maraqlara əsaslanan, dəyərlərimizin mühafizəsinə əsaslanan, yəni konservativ dəyərlərin mühafizəsinə əsaslanan bir münasibətlər quracağıq və Gürcüstan-Amerika münasibətləri ən yüksək səviyyəyə qalxacaq. Amma nə oldu? Heç bir hərəkət yox. Ümumiyyətlə, yəni halbuki Trump Gürcüstanı tanıyır, Gürcüstana səfər edib Trump. Saakashvili dövründə Trump Gürcüstana səfər edib. Onda iş adamı idi Trump, hələ prezident deyildi. İş adamı kimi Gürcüstana səfər eləmişdi, Batumidə olmuşdu, orada yeni turizm obyektlərinin, nə bilim, otellərin filan tikintisinə maraq göstərmişdi Trump və Saakashvili də ona göstərmişdi, siz burada iş görə bilərsiniz, iş qura bilərsiniz filan. Sonra nəsə Saakashvili hakimiyyətdən getdi və o məsələ alınmadı. Yəni Trump Gürcüstanı tanıyır. Azərbaycanda olmayıb da Trump, səhv eləmirəmsə, olmayıb. Xeyr, olmayıb. Əlaqəsi var idi. Ziyanın oğlu ilə. Turum şirkət əlaqəsi var idi, amma bura gəlməmişdi. Ermənistana da gəlməyib. Amma Gürcüstana gəlib, Gürcüstanı tanıyır. Və Gürcüstanın tanınmasına baxmayaraq Trumpın hələ bu bir illik hakimiyyəti dövründə Trump bir dəfə də olsun Gürcüstanın adını çəkməyib. Amma dövlət katibi Rubio təbii ki, Gürcüstan məsələsi ilə maraqlanır və onun məsələn konqresdə son çıxışı var idi bir neçə ay əvvəl. Ona Gürcüstanla bağlı sual vermişdi senatorlar və o da faktiki təsdiqləmişdi ki, bizim siyasətimizdə, yəni Biden dövründəki siyasətdə bir dəyişiklik yoxdur. Biz həmin siyasəti davam etdiririk. Bizim Gürcüstan hökumətindən konkret gözləntilərimiz var. O müvafiq addımlar atmalıdır ki, biz ondan sonra Gürcüstanla münasibətləri quraq. O addımlar da nədən ibarətdir? Demokratiya və insan haqları məsələlərində öz öhdəliklərini yerinə yetirməsi. Yəni, bu baxımdan Biden dövründəki siyasət Gürcüstanla bağlı dəyişməyib və nə qədər ki, Gürcüstan hökuməti Qərbin bu tələblərini, bu gözləntilərini, həm də öz öhdəliklərini icra eləmir, Gürcüstanla Qərb münasibətlərində hər hansı bir ciddi tərəqqi əldə olunması mümkün deyil. Təşəkkür edirəm Şahin bəy. Bizim növbəti mövzumuz Davosda, Davosun gündəmin. Yəni, təbii ki, Azərbaycan tamaşaçısını maraqlandıran iki əsas məsələ var. Birincisi, Azərbaycan Trumpın təsis elədiyi Sülh Şurasına, hansı ki, Qəzza bölgəsinin münaqişənin başa çatması və inkişafını nəzərdə tutur. Azərbaycan təsis üzvü oldu. Bu
əsas müzakirə gündəminin birinci hadisəsi bu idi. İkincisi Ukrayna mövzusu idi. Ukrayna lideri gözlənilmədən gəldi və Trampla görüşdü. Eləcə də çox yaxşı bir çıxış elədi. Dünya, Avropaya çox yaxşı sözlər dedi və çox sərt tənqid elədi Avropanın indiki mövqeyini. Mən istəyirəm bu sülh şurasından danışaq. Bu Azərbaycan azsaylı üzvlərdən biri də Azərbaycandır. Nə deməkdir? Azərbaycan üçün yəni bu beynəlxalq səviyyədə bu cür çıxmaq nə vəd edir? Bayaq qısa toxunduq dünya nizamının ortadan qalxması məsələsinə, hansı ki Davosda əsas müzakirə mövzusu bu idi. Bütün çıxışlarda bu məsələ vurğulanırdı. Yəni həqiqətən də yəni bu köhnə nizamın ölməsinin mən bir müsbət hadisə olduğunu söyləmirəm. Yəni qətiyyən. Əksinə pis yaxşı bir normativ bir sistem var idi. Yəni beynəlxalq hüquq normaları var idi. BMT nizamnaməsi, nə bilim ATƏT-in Helsinki yekun aktı bir beynəlxalq hüquq toplusu mövcud idi və orada yazılanlar həqiqətən də insanlığın çox xeyrinə, lehinə olan məsələlər idi. Və indi bunun ortadan qalxması təbii ki dünyaya müsbət heç nə vəd eləmir. Və bu yerdə məsələn məşhur İtalyan kommunisti və marksisti Antonio Gramsci'nin bir fikri yada düşür. O 30-cu illərdə bunu yazmışdı ki, köhnə nizam ölürsə və yerinə yenisi hələ yaranmırsa, yenisi doğulmursa, onda canavarların dövrü başlayır. Yəni yırtıcıların dövrü başlayır. Yəni bugünkü dönəmi də çox gözəl ifadə edən bir fikirdir. O vaxtda bilirsiniz ki, Birinci Dünya müharibəsindən sonraki sistem dağılmışdı faktiki. Yəni Millətlər Liqası qurulmuşdu və o faktiki 30-cu illərdə artıq ömrünü tamamlamışdı. Yəni 31-ci ildə Yaponiya Çinə hücum eləmişdi. Sonra 33-də Almaniyada faşistlər gəldikdən sonra onlar liqadan çıxdılar. Nə bilim Yaponiya həmin liqadan çıxdı. 39-cu ildə SSR Finlandiyaya hücum elədi və Millətlər Liqası toplaşdı, SSR-ni üzvlükdən çıxartdı. Yəni faktiki yəni Millətlər Liqası dağılmışdı və onun da amma formal olaraq müharibənin sonuna qədər qaldı. Yalnız 46-cı ildə Millətlər Liqası özünü buraxdı və ondan sonra BMT-nin quruculuğu prosesi başladı. İndi də ona çox bənzər bir situasiyadır. Yəni beynəlxalq hüquq var kağız üzərində, amma faktiki yoxdur. Yəni heç kim ona əhəmiyyət vermir və işləmir. Bu baxımdan indi bunun yerinə nə qurulacaq, nə vaxt qurulacaq, o hələ ki tamamilə qeyri-müəyyəndir. Yəni bunu mən dünyada bunu aydın təsəvvür edən bir şəxs və yaxud da dövlətin olduğunu düşünmürəm indiki mərhələdə. Yəni bunun o ölmüş bir sistemin yerinə nə doğulacaq, nə yaranacaq, onu hələ ki heç kim aydın şəkildə təsəvvür edə bilmir və bu baxımdan nə qədər ki o yeni düzən formalaşmayıb, bu xaos davam eləyəcək. Yəni dünyadakı bu xaotik dönəm sürəcək, davam eləyəcək. Və indi təbii ki bu sülh şurası da bu iflas etmiş beynəlxalq sistemin o boşluğunu doldurmağa yönəlmiş təşəbbüslərdən biridir. Yəni bu baxımdan təbii ki diqqətə layiqdir. İndi Trump bunu yaratıb elan eləyib, bu boş şeydir, bu cür yanaşma doğru olmaz. Hər halda yəni Amerika prezidenti bir təşəbbüs irəli sürürsə və bunu həyata keçirirsə, buna çox ciddi yanaşmaq lazımdır. Yəni bu baxımdan təbii ki bu sülh şurasının formalaşdırılması mühüm addımdır. Mühüm addımdır, amma bununla bağlı qeyri-müəyyənliklər çoxdur. Yəni bu məsələn Qəzza ilə bağlı yaradılıb, düzdürmü? Qəzzanın bərpası ilə bağlı yaradılıb, Qəzzada sülhün təminatı üçün yaradılıb. Amma eyni zamanda belə anlaşılır ki, bu şura digər məsələlərə də qarışacaq. Dünyadakı digər mövzulara da müdaxilə eləyəcək və yaxud da nə bilim ona münasibət bildirəcək. Yəni bu hələ ki bəlli deyil. Yəni hansı şəkildə digər məsələlərə qarışacaq. Yaxşı, Qəzza ilə bağlı məsələ məlumdur. Bir imzalanmış sənəd var. Orada İsrailin öhdəlikləri var, Hamasın öhdəlikləri var və bu şura da həmin sənədin icra olunmasına və eyni zamanda Qəzzanın bərpasına bir növ nəzarət eləyəcək. Bu aydındır. Amma digər məsələlər aydın deyil. Yəni bu sülh şurası başqa regionlardakı münaqişələrə və yaxud da problemlərə necə müdaxilə eləyəcək və ümumiyyətlə müdaxilə eləyəcəkmi? Hansı şəkildə bir münasibət ortaya qoyacaq və bunun bu sülh şurasının ortaya qoyacağı mövqe praktikada necə reallaşacaq? Və reallaşacaqmı, əksini tapacaqmı? Yəni bununla bağlı suallar çoxdur. Və eyni zamanda bu sülh şurası da bilirsiniz ki, heç də bütün güc mərkəzlərini əhatə eləmir. Bəli, Avropa ümumiyyətlə qoşulur. Bəli, orada hardasa 21 ya 22 ölkə var. 21 dövlət, bəli. 21-22 dövlət var. Çin yoxdur, məsələn, dünyanın aparıcı əsas, yəni Amerikadan sonra ikinci böyük mərkəz, siyasi, geosiyasi və geoiqtisadi mərkəz. Çin yoxdur. Rusiya yoxdur. İştirak eləməli, bəli.
Rusiya hər nə qədər biz 1 milyard dollar verə bilərik şəklində bir bəyanat versə belə Putin, amma Rusiya orada yoxdur. Hər halda Rusiyada nə qədər olmasa da önəmli bir dövlətdir, bir güc mərkəzidir. Avropa Birliyi yoxdur, digər önəmli güc mərkəzi olan Avropa Birliyi yoxdur. Yəni bu baxımdan məsələn qlobal cənub da yoxdur səhv eləmirəmsə. Yəni Hindistan, Pakistan var, Hindistan yox. Pakistan var, Hindistan yoxdur, nə bilim Braziliya yoxdur, tutaq ki. Yəni bu baxımdan bu Sülh Şurasının da gələcək fəaliyyəti ilə bağlı suallar çoxdur. Yəni qeyri-müəyyənliklər çoxdur. Ona görə də bugündən buna çox birmənalı, konkret rəy bildirmək çox çətindir. Amma dediyim kimi, təbii ki, Azərbaycanın orada iştirakına mən şəxsən müsbət baxıram. Yəni Amerikadan bizə bir dəvət gəlibsə, bizim ona yox demə lüksümüz yoxdur. Yəni, bu baxımdan təbii ki, Azərbaycan hakimiyyətinin addımı ümumən doğrudur, yəni müsbətdir bu Sülh Şurasına qoşulmaq. Amma yəni bu Sülh Şurasının ömrü məncə Trumpın hakimiyyətinin ömrü qədər ola bilər. Yəni elə orada da 3 il göstərilib də, düzdürmü? 3 il. Və o 3 ildə 3 illik rəqəmin, yəni onun ora daxil edilməsi təsadüf deyil. Çünki 3 ildən sonra Trumpın hakimiyyəti başa çatır. Bu canavarlar dövründə Azərbaycan özünü qorumaq üçün, yəni bu qeyri-müəyyənlik dövründə, çünki indi beynəlxalq nizam yoxdur faktiki və müharibə atmosferi çox güclüdür. Xüsusən bizim region ətrafında, İran ətrafındakı vəziyyət, Rusiya-Ukrayna müharibəsinin davam etməsi, yəni Azərbaycan üçün də risklər yaradır və Amerika ilə hansısa bir ittifaqda olmaq, belə deyək, nə qədər birbaşa olmasa da, məncə bu təhlükəsizlik üçün önəmli məsələdir. Bəli, şübhəsiz. Yəni bu Sülh Şurasına qoşulmaq, Trumpın bu qurduğu təşkilata üzv olmağın özü bir növ açıq və konkret olmasa belə bir təhlükəsizlik təminatı deməkdir həm də. Bəli. Çünki yəni Trumpın təşəbbüsündə iştirak edən bir ölkəyə, tutaq ki, Rusiyanın hücum eləməsi, nə bilim İranın hücum eləməsi, mən bunu açığı təsəvvür eləmirəm. Yəni bu baxımdan həm də ona görə düzgün addım olduğunu düşünürəm ki, bu həm də bir növ təhlükəsizlik qarantiyası fason bir şey yaradır. Yəni sabah bizi Rusiya hədələsə, yəni biz Trumpa deyə bilərik ki, bax biz səninlə bərabər olduğumuz üçün Rusiya bunu eləyir. Və yaxud da İran Azərbaycana qarşı hansısa bir provokasiyalar törətməyə çalışsa, yenə biz Trumpa deyə bilərik ki, bax sizin düşmənləriniz bizi burada narahat edirlər. Yəni bu baxımdan bu ora qoşulmaq doğru addımdır və müəyyən qədər yəni açıq və konkret olmasa belə qeyri-rəsmi olaraq bir növ Azərbaycana təhlükəsizlik qarantiyası yaradır. Davosda amma yəni bu mərhələyə qədər bizim bu Qarabağ məsələsini həll eləməyimiz çox mühüm oldu. Yəni bu həqiqətən də yaxşı ki biz bu xaosun dərinləşməsinə qədər bu məsələni həll eləyə bildik. Yoxsa məsələn bu günə qalsaydı bilmirəm necə olacaqdı. Bəlkə də bu şəkildə həll olunmayacaqdı. Yəni bilinmir də. Yəni ən azından yəni bu xaosun dərinləşməsinə qədər olan müddətdə bizim Qarabağ məsələsini həll eləyib tarixin arxivinə göndərməyimiz çox yaxşı oldu. Zelenski Davosa gəldi və Prezident Trumpla görüşdü və hər iki tərəfin bəyanatı müsbət idi. Dərhal qərar verildi ki, Abu Dabidə 3 tərəfli görüş keçirilsin. İndi əlbəttə ki, hər üç tərəf masada eyni vaxtda əyləşmir. Birləşmiş Ştatlar vasitəsilə hər iki tərəflə görüşür. Bu görüşdən gözləntilər nə ola bilər və Zelenskinin çıxışı. Zelenski Avropanı çox sərt tənqid elədi və tənqidlər də özünün nəticəsini dərhal verdi. Fransa Rusiyaya məxsus kölgə donanmasına aid tankeri, neft tankerini saxladı, əməliyyat keçirdi, saxladı. Daha sonra hərbi tribunalın yaradılmasına 10 milyon avro Avropa İttifaqı vəsait ayırdı. Avropa Komissiyası səhv eləmirəmsə. Bəli. Yəni elə Zelenski də bu məqamları vurğulamışdı. Və Ukraynanın müdafiəsi üçün Zelenski bildirdi ki, Prezident Trumpdan xahiş edib hava hücumu müdafiə vasitələrinin Ukraynaya daha intensiv şəkildə çatdırılması. Çünki bəli, o da söz verib. Bəli, çünki bu hazırda vəziyyət çox ağırdır Ukraynada. Elə bu axşam da yüzlərlə dron, qanadlı raketlərlə Ukraynanın infrastrukturu vurulub və əhali çox çətin vəziyyətdədir. Elə Kiyev meri Klitschko bildirmişdi ki, 600 min adam Kiyevi tərk edib təkcə yanvar ayı ərzində. Vəziyyət çox dözülməzdir. Yəni bu məsələlərə diqqət çəkək, yenilikləri. Zelenskinin çıxışı da maraqlı idi. O baxımdan ki, yəni Ukraynaya çox ciddi maddi dəstək verən və Ukraynanın ayaqda qalmasında
çox mühüm rol oynayan Avropanın ünvanına çox sərt tənqidlər səsləndirdi. Hətta onları Qrenlandiya ilə bağlı məsələdə ələ saldı. Bəli. Ki, yəni siz 30-40 əsgər göndərirsiniz Qrenlandiyaya. Nə deməkdir? Yəni bu gülüncdür. Bunu necə özünüzə yaraşdırırsınız? Amerika sizi dinləməyəcək. Nə qədər ki belə zəifsiz, qətiyyətsiz, Trump sizi dinləməyəcək. Çox doğru bir mövqe idi. Yəni əslində Zelenski o baxımdan haqlıdır ki, yəni yaxşı, yəni Ukraynada müharibənin başlamasından artıq 4 il keçir. 4 illik tamam olur. Yəni siz bu 4 illik müddətdə belə tam yəni özünüzə gələ bilmədiniz. Yəni lazım olan addımları hələ də atmaqdan çəkinirsiniz. Yəni başqa yəni sizi hərəkətə gətirə biləcək nə baş verməlidir ki? Bu müharibə bilavasitə sizin coğrafiyanızda baş verir. Yəni Avropanın şərqində baş verir və özü də lokal bir konflikt də deyil ki. Məsələn, Gürcüstandakı Cənubi Osetiya konflikti deyil. Və yaxud da bizdəki o əvvəlki Qarabağ məsələsi deyil. Birbaşa Avropanın təhlükəsini Bəli, yəni bunlar Qarabağ məsələsi, nə bilim Cənubi Osetiya, Abxaz, bunlar lokal konfliktlər idi. Yəni Avropanın periferiyasında, tamamilə ucqarında və hansı ki Avropa açığı yəni bizim regionlarımızı Avropa hesab eləmir. Yəni Avropa kimi baxmırlar burada. Yəni, siyasi baxımdan Avropa hesab olunur Azərbaycan, Gürcüstan, Ermənistan. Amma coğrafi olaraq faktiki Avropa deyil də yəni. Və yaxud da Avropanın çox ucqarıdır. Amma yəni bu müharibə, Ukraynadakı müharibə bilavasitə sizin regionunuzda baş verir. Bilavasitə sizin təhlükəsizliyinizə, sizin gələcək yaşamınıza, həyatınıza təsir göstərən bir problemdir. Amma buna baxmayaraq hələ də lazımi şəkildə bir mövqe, bir siyasət ortaya qoymursunuz. Yəni faktiki məlum olan budur ki, bugünkü dünya reallıqlarında, yəni siz bir güc mərkəzi kimi Avropa, real güc mərkəzi kimi ortaya çıxmasanız, yəni ortaya bir güc qoymasanız, sizi heç kim ciddiyə almayacaq. Nə Amerika, nə Rusiya, nə Çin, nə də digərləri. Bu mövqeni Zelenski açıq şəkildə bir daha orada Avropalıların nəzərinə çatdırdı ki, yəni siz artıq real işə keçməlisiniz də. Yəni çox gözəl onlar müzakirələr aparırlar Avropalılar, bilirsiniz ki, yəni onların ən üstün cəhəti çox gözəl danışmalarıdır. Yəni onların nitqləri çox yaxşı olur, çox yaxşı şeylər deyirlər, çıxışlar çox maraqlı olur. Amma qərar qəbul eləməkdə çox çətindir. Çox danışırlar, yəni yığışırlar, danışırlar, amma ortada nəticə çox azdır. Əslində nəticə yoxdur da demək istərdim, amma məsələn ən azından Ukraynaya maddi dəstək bu çox vacibdir. Yəni 90 milyard avroluq Ukraynaya maddi dəstək vermələri və Ukraynanın ayaqda qalmasında rol oynamaları çox vacibdir. Yəni onu qeyd eləyək insaf naminə. Amma hər halda yəni bu tamamilə yetərsizdir axı. Yəni siz artıq öz hərbi gücünüzü, hərbi komponentinizi də ortaya qoymalısınız. Bu baxımdan Zelenskinin əslində mövqeyi Trumpın mövqeyi ilə bir üst-üstə düşdü. Yəni Trumpın da Avropaya əsas tənqidləri bununla bağlıdır. Amerika administrasiyasının, bugünkü Amerika hökumətinin ki, yəni siz artıq yəni bir güc kimi ortaya çıxmalısınız da. Yəni siz özünüz öz qitənizin problemlərinə görə məsuliyyəti üzərinizə götürməlisiniz. Yəni indi təbii ki, bu Trumpın, nə bilim Vance'in və Amerika radikal sağının ümumiyyətlə Avropaya tənqidlərində onların niyyəti nədir, məqsədi nədir, o ayrı mövzu. Yəni o özü ayrıca çox böyük bir mövzudur. Amma problem var da. Hə, amma yəni dedikləri görürsən ki, dediklərinin çoxu doğrudur da, yəni. Ki yəni siz yəni bu qədər problemlər var sizin qitənizdə və yəni bütün bu problemləri gəlib biz həll eləyəsi deyilik ki. Yəni, bizdən artıq bunu gözləməyin. Yəni Trumpın, Vance'in bugünkü Amerika hökumətinin əsas mesajı budur ki, Avropaya. Artıq yəni bizdən gözləməyin siz. Bu problemləri gəlib sizin yerinizə biz həll eləməli deyilik. NATO bizə lazım deyil. Siz özünüz artıq ortaya bir iradə və güc qoymalısınız və bu problemləri artıq özünüz həll eləməyə başlamalısınız. Bu baxımdan onların o tənqidləri çox doğrudur əslində. Bunu həm də yazıblar Milli Təhlükəsizlik Strategiyasında açıq şəkildə. O tənqidləri çox açıq şəkildə o rəsmi sənəddə də qeyd ediblər ki, yəni bugünkü Avropa geriləyən bir gücdür. Məsələn, orada qeyd olunur ki, 90-cı ildə Avropa iqtisadiyyatı dünya üzrə qlobal, yəni ümumi daxili məhsulda 25% paya malik idisə, bu gün cəmi 14% paya malikdir. Yəni bu sürətli bir geriləmədir və bildirirlər ki, yəni siz öz mövqelərinizi Çinə, hətta Rusiyaya qurban verirsiniz. Amma biz istəyirik ki, yəni Amerika olaraq biz istəyirik ki, siz güclü olasınız. Yenə deyirəm, indi Trumpın, Vance'in onların niyyəti, məqsədi nədir, o ayrı məsələ. Yəni orada xoş olmayan məsələlər də var. Onlar istəyirlər ki, Avropada bunlara yaxın ideoloji qüvvələr hakimiyyətə gəlsin. Yəni radikal sağ hakimiyyətə gəlsin filan. Avropa radikal sağı da Rusiyaya daha yaxındır məsələn. Xüsusən Almaniya radikal sağı yəni rəzillikdir, yəni başdan ayağa rəzalətdir.
Yəni onların hakimiyyətə gəlməsi elə bil ki, Putinin 7 dənə Rusiyanın Almaniyada hakimiyyətə gəlməsinə az qala bərabər bir hadisə ola bilər. Yəni bu baxımdan bəli, indi Trumpın, Vance'in, onların gerçək niyyətləri filan o ayrı məsələ, amma hər halda yəni dilə gətirdikləri tənqidlərində Avropa ilə bağlı tənqidlərində haqlıdırlar. Yəni siz artıq yəni ortaya güc qoymalısınız, bu problemləri özünüz həll etməlisiniz. Ukrayna məsələsində də siz baş rol oynamalısınız. Avropanın təhlükəsizliyinə siz özünüz rol oynamalısınız. Biz yalnız bəzi kritik məqamlarda sizə kömək edə bilərik. Yəni biz Avropadan imtina eləmirik. Avropa bizə çox yaxındır. Tarixi baxımdan orada elə strategiyada yazıblar ki, yəni biz Avropaya həm də duyğusal yanaşırıq. Çünki bizim qohumlarımızdır. Yəni biz Avropadan gəlmişik. Trump özü də dedi də ki, mənim atam Almandır, anam Şotland. Mikhailov kimi atam Alman, anam fransız. Yəni bildirirlər ki, yəni biz Avropanın taleyinə biganə qala bilmərik və biz istəyirik ki, Avropa bugünkü bu geriləyən güc olmaqdan çıxaraq yenidən çiçəklənsin, inkişaf eləsin, irəli getsin. Bu baxımdan haqlıdırlar ki, yəni siz Rusiya qarşısında siz bir güc ortaya qoymalısınız ki, Rusiya bundan çəkinsin. Məsələn, bir tərəfdən bəli, Trump administrasiyası Rusiya ilə, Putinlə konfrontasiyaya getmək istəmir qəti şəkildə. Yəni Rusiya ilə qəti şəkildə aralarında bir gərginlik yaranmasını istəmirlər. Amma başqa bir tərəfdən də bildirirlər ki, yəni mövqeləri bundan ibarətdir ki, Avropanın təhlükəsizliyi üçün siz Avropa olaraq Rusiyanın qarşısına bir güc qoymalısınız ki, yalnız bu şəraitdə Avropada sülh bərqərar ola bilər. Yəni gücün qarşısına bir güc qoymaq yolu ilə. Yəni, Rusiyanın qarşısına bir güc qoymaq şərti ilə yalnız Avropada uzun müddətli sülh yarana bilər. Və özü də qeyd edirlər ki, həm milli təhlükəsizlik strategiyasında, həm də mən sizə göndərmişdim bugün. Pentagon da öz hərbi strategiyasını elan edib. Orada da ona bənzər fikirlər var ki, orada qeyd edirlər ki, təkcə Almaniya iqtisadiyyatı Rusiyadan böyükdür. Hələ Avropa İttifaqı ümumi şəkildə bir tərəfə qalsın. Avropa İttifaqının bir üzvü olan Almaniyanın iqtisadiyyatı Rusiyadan daha böyükdür. Bu baxımdan deyirlər ki, yəni sizin bu qədər potensialınız və imkanlarınız olduğu halda, yəni siz Rusiyanın qarşısında bu qədər aciz durumda olmamalısınız. Ona görə də yəni bu tənqidlərin hamısı çox haqlıdır. İstər Amerikanın tənqidləri Avropaya, istər Zelenskinin o çıxışındakı tənqidlər hamısı haqlıdır ki, yəni artıq yəni bu danışıqdan əmələ keçməyin vaxtıdır da, yəni. Bu baxımdan yəni Avropanın da siyasətində təbii ki, istər-istəməz bir dəyişikliklər müşahidə olunmalıdır və bu məsələdə indi Fransa bir önə keçmək, orada da bir rəqabət var da bilirsiniz. Fransa ilə Britaniya arasında tarixi bir rəqabət, Fransa ilə Almaniya arasında bir rəqabət və Fransa orada öz gücünü ortaya qoymaq istəyir ki, yəni əslində Avropaya liderlik edə biləcək gücə sahib olan dövlət mənəm. Yəni həqiqətən də hərbi baxımdan ən güclü ölkə Avropada Fransadır. Güclü sənaye, hərbi sənaye. Həm hərbi sənayesi çox güclüdür. Dünyada bu dəqiqə silah ixracatında ikinci sıraya keçib Fransa. Rusiyanı keçdilər. Ordusu da indi döyüş qabiliyyəti, mən bilmirəm döyüş qabiliyyəti nə qədərdir Fransa ordusunun. Çünki heç bir döyüşə girməyib. Avropa orduları heç bir döyüşdə iştirak eləməyiblər bu 2-ci Dünya müharibəsindən sonra. Amma ən azından yəni hərbi gücünə, hərbi potensialına görə Fransa həqiqətən də aparıcı dövlətdir Avropada. Bu baxımdan Fransa bir növ liderlik missiyasını üzərinə götürməyə çalışır, amma təbii ki, burada Avropanın bərabər hərəkət etməsi çox önəmlidir. Yəni xüsusən Fransa, Britaniya, Almaniya, yəni bu üç bucağın bərabər sinxron şəkildə hərəkət etməsi və daha qətiyyətli bir siyasət ortaya qoyması Avropanın da qlobal geosiyasətdə şübhəsiz ki, mövqelərini gücləndirəcək. Şahin bəy, Abu Dhabidə üç tərəfli görüş keçirilir. Birləşmiş Ştatlar, Rusiya və Ukrayna nümayəndələri arasında. Prezident Zelenski bildirdi ki, əsas müzakirə predmeti ərazi məsələsidir. Hətta belə bir beynəlxalq media yazır ki, Ukraynaya 800 milyard avroluq yardım təklif olunur ki, əvəzində Donbasdan imtina eləsin. Və gedişat ondan xəbər verir ki, Ukrayna müəyyən güzəştlərə hazırdır. Amma bu ərazilərin hansı formada Rusiya verilməsindən söhbət gedir. Və Rusiyada prezidentin köməkçisi Uşakovun bəyanatı var idi ki, biz istədiyimizi almayınca, yəni söhbət Donbasın bütövlükdə Rusiya nəzarətinə keçməsindən gedir, biz müharibəni davam etdirəcəyik. Bax, bu görüşdən nə gözləmək olar? Trumpın mövqeyində biz hansısa bir dəyişiklik görə bilərik? Burada məncə vacib məqam ondan ibarətdir ki, məncə, bu mənim subyektiv müşahidəmdir, Rusiya artıq hərbi
yolla öz məqsədlərinə çatmayacağını anladı. Rusiyada artıq bu dərk etməni mən müşahidə edirəm. Və Rusiyanın da mövqeyində hər nə qədər bunu açıq göstərməyə, ifadə etməyə çalışmasalar belə, yəni bunu gizlətməyə çalışsalar da, mən Rusiyanın mövqeyində də ciddi yumşalma görürəm. Ciddi yumşalma görürəm. Məsələn, Rusiya deyir ki, yəni Ukrayna Donbasdan çıxsın, ondan sonra biz bu sülhə razı olacağıq. Tutaq ki, yaxşı, Ukrayna Donbasdan çıxdı. Məgər bu o mənaya mı gəlir ki, Rusiya artıq istədiyinə nail oldu? Yəni, Rusiya bu müharibəyə Donbası ələ keçirmək üçün mü başlamışdı? Bunun üçün başlasaydı, elə müharibənin ilk günlərindən etibarən elə birbaşa bütün gücünü yönəldərdi Donbasa və bir neçə aya da Donbası həqiqətən işğal edə bilərdi. Yəni bütün gücünü o istiqamətə, yalnız o istiqamətə yönəlsəydi, Donbası bir neçə aya kontrola götürə bilərdi. Amma yəni Rusiyanın məqsədi o deyildi. Yəni Rusiyanın əsas hədəfi Kiyev idi. Ki Kiyevə girsin, orada hakimiyyəti devirsin, Zelenskini ya Zelenski qaçsın, ya da qaçmasa da Zelenskini həbs eləsinlər, orada mühakimə eləsinlər və Kiyevdə də bir Rusiyaya bağlı marionet rejim qursunlar. Ya Yanukoviçi qaytarsınlar, Yanukoviç Minskə gəlmişdi, yadınızda. Müharibənin ilk günlərində hazır gözləyirdi. Minskdə gözləyirdi Belarusda. Və ya Yanukoviç gələcəkdi, ya Medvedçuk gələcəkdi, Putinin qohumu, yəni Putin onun qızının xaç atasıdır. Ya da başqa bir Rusiyaya bağlı bir şəxs. Fərqi yoxdur. Yəni ad önəmli deyil. Yəni əsas məqsəd bu idi ki, hakimiyyəti devirsinlər, Zelenski hökumətini devirsinlər və Kiyevdə Rusiyaya bağlı, Rusiyadan asılı olan bir kukla rejim qursunlar. Beləliklə Ukrayna yenidən Sovet dövründə olduğu kimi və ondan öncə Rusiya imperiyasının dövründə olduğu kimi yenidən Rusiyadan asılı olsun. Ukrayna yenidən Rusiyanın tamamilə təsir dairəsinə qayıtmış olsun. Yəni müharibənin fundamental səbəbi bu idi. Yəni fundamental məqsədi bu idi Rusiya üçün, Putin üçün. İndi yəni yaxşı, tutaq ki, sabah Ukrayna bu danışıqlarda razılaşdı, tutaq ki, Donbasdan çıxmağa. Bu gün Donbasın hardasa 20-22% cəmi Ukraynanın nəzarətində qalıb. Yaxşı, tutaq ki, oradan Ukrayna çıxdı və orada Rusiyanın işğalına keçdi. Və bununla da işğal olunmuş Ukrayna ərazilərinin tutaq ki, miqyası, həcmi çatdı 20%, 20 maksimum 21%. Bununla nə olacaq ki? Bununla sən istədiyini əldə etmiş mi olacaqsan? Ona görə deyirəm ki, yəni bu əslində bu mövqe Rusiyanın öz əvvəlki o barışmaz ki tələbləri var idi, təslimçi, açıq şəkildə müharibənin ilkin kapitulyativ tələbləri ki var idi, onların artıq bir çoxundan Rusiya geri çəkilib. Bunu gizlətməyə çalışırlar, pərdələməyə çalışırlar bu söz oyunları ilə. Yenə özlərini belə sındırmamağa çalışırlar. Ukrayna oradan çıxmalıdır. Donbasdan, yəni biz özümüzü sındırmırıq da, yəni biz artıq yəni bütün məqsədlərimizə nail olmuşuq, bir dənə bu qalıb. Yəni hər şeyə nail olduq, bir dənə bu qaldı. Yəni Donbasdan da çıxsa artıq biz burada öz istədiyimizə nail olacağıq. Yəni bu ona görə Putinə lazımdır ki, bu sülhə niyə getdiyini axı içəridə bir izah eləməlidir. Öz xalqına açıqlamalıdır. Bu ona görə lazımdır ki, bax desinlər ki, ey Rus xalqı gördünüz, biz tələb etdik ki, Ukrayna Donbasdan çıxsın, bunlar da çıxdılar və biz bunu əldə etdik. Deməli, qələbə bizimdir. Yəni, bu ona görə lazımdır ki, öz qələbələrini elan etməyə əllərində bir əsas bir dəstəvuz olsun ki, biz tələb etdik, Ukrayna məcbur oldu, çıxdı və artıq biz qalib gəldik. Amma məsələnin mahiyyətinə nəzər salanda görürsən ki, yəni Rusiyanın bu müharibəyə başlamaqda əsas siyasi məqsədləri nə idi, bayaq qeyd etdik. O siyasi məqsədlərin heç birinə çatmayandan sonra da Donbası işğal etdin ya etmədin, bunun çox da prinsipial bir əhəmiyyəti yoxdur. Ukrayna geri çəkilə bilərmi, yəni Donbasdan? Ukrayna o məsələdə, bunu Amerikada əslində Trump da istəyir ki, siz oradan çıxın, bu məsələ bitsin də. Yəni Rusiya bunu istəyir, bunu verək Rusiyanın ağzına, ataq. Amma o təhlükəsizlik qarantiyası lazımdır. Hə. Ukrayna buna bir mənalı yox demir. Ukrayna deyir ki, tamam, yəni biz qoşunlarımızı çıxartmağa hazırıq, amma bir şərtlə ki, Rusiya da ora daxil olmasın. Yəni tutaq ki, biz məsəl üçün 20 kilometr geri çəkiliriksə, Rusiya qoşunları da öz növbəsində 20 kilometr geri çəkilsin və bu arada bir demilitarizasiya olunmuş zona yaransın və orada da indi Amerikan ideyası var ki, azad iqtisadi zona, nə bilim, bu tip ideyalar var. Bu cür formul əsasında Ukrayna əslində güzəştə getməyə hazır idi bu danışıqlara qədər. İndi bu danışıqlarda konkret hansı istiqamətdə cərəyan etdi mövzu, onu hələ ki biz bilmirik. Dünən ilk danışıqlar olub, bugün də davam etdirilir. Yəni Ukrayna prinsipcə bir kompromisə meyillidir. Zelenski dedi ki, Trumpla təhlükəsizlik zəmanətləri arasında bir razılaşma var. Amma imza yoxdur da.
imza olması üçün bu Bəli. sülh razılaşdırılmalıdır axı. Bəli. Yəni bu baxımdan yəni Ukrayna üçün çox zəruridir əslində. Həm o təhlükəsizlik qarantiyası Amerika tərəfindən, həm də Ukraynanın bərpasına Amerikanın dəstəyi. Bu iki sənəd artıq demək olar ki, razılaşdırılıb. Yəni dediyiniz kimi təhlükəsizlik təminatları ilə bağlı sənəd hazırdır, yəni tam hazırdır, amma bərpa ilə bağlı hələ ki tam hazır deyil, müzakirə davam edir və orada da söhbətin əvvəlində siz qeyd etdiyiniz kimi Ukraynaya 800 milyard dollarlıq bir yardımın vəd olunması var Amerika tərəfindən və Avropa tərəfindən. Bu da çox vacibdir. Yəni ona görə Zelenski bu məsələləri də itirmək istəmir. Çünki bu fürsət bir daha ələ keçməyə bilər. Yəni məsələn bu danışıqlar prosesi pozulsa və məlum olsa ki, artıq yenə müharibə daha qeyri-müəyyən müddətə davam eləyəcək, bu bayaq qeyd etdiyimiz iki məsələnin itirilməsinə gətirib çıxara bilər. Həm təhlükəsizlik təminatları məsələsi, hansı ki Trump razıdır bu gün, eyni zamanda bərpa məsələsi. İndi bu pozulsa bu danışıqlar, Trump sabah bunlardan da geri çəkilə bilər də. Yəni stabil adam deyil ki. Deyə bilər ki, hə, o dünən mən demişdim, indi bu gün razı deyiləm. Onda nə edəcək Ukrayna? Hələ ki bu adam 3 il hakimiyyətdədir və sən məcbursan ki, bu adamın nazı ilə oynayasan. Və Ukrayna tərəfi də Zelenski artıq yəni Trumpın xarakterinə tam bələddir və Trumpla kommunikasiyanı artıq çox məharətlə qura bilir. Çox yaxşı qura bilir. Eyni zamanda Uitkov ilə Kuşnerlə, Trumpın kürəkəni ilə də çox yaxşı münasibətləri var həqiqətən də və Ukrayna tərəfi də bu son vaxtlar onlardan razıdır, onu qeyd edeyim. Yəni əvvəllər Uitkovun tamamilə Rusiyaya yönümlü bir şəxs imici var idi. Amma indi Uitkovdan Ukrayna tərəfi bu son vaxtlar məmnundur. Kuşnerdən də ümumiyyətlə çox razıdır. Kuşner ümumiyyətlə Ukrayna tərəfi. Yəni bu çox Ukraynanın bütün qaldırdığı məsələlərə çox müsbət yanaşır və anlayışla yanaşır. Uitkovun da yeri gəlmişkən 2 gün öncə Davosda, yəni Zelenski ilə görüşdən sonra bir açıqlaması olmuşdu ki, bu bərpa məsələsindən və təhlükəsizlik təminatlarından danışanda belə bir cümlə qurdu ki, biz mərd Ukrayna xalqının mübarizəsini mütləq mükafatlandırmalıyıq. Mütləq Ukrayna xalqı bu mübarizəsinin mükafatını almalıdır. Yəni bu da çox vacib bir məsələdir. Ona görə Ukrayna tərəfi çalışır ki, bu danışıqlar artıq bir nəticə versin. Və Donbasdan çəkilmək məsələsində də dediyim kimi, bu danışıqlara qədər Ukraynanın mövqeyi belə idi ki, biz də çəkilirik, amma Rusiya da çəkilsin. Bir hərbsizləşdirilmiş zona olsun aramızda. İndi bu danışıqlarda bu məsələ necə dəyişib və yaxud da hansı istiqamətdə gedir danışıqlar, onu hələ ki bilmirik, amma bugün sabah məlum olacaq. Bəs səfərdə amma yəni yekun olaraq onu qeyd eləyək ki, yəni bunu artıq yəni qəti şəkildə qeyd eləyə bilərik ki, Rusiya Ukrayna məsələsində qarşısına qoyduğu məqsədlərə çata bilmir və bundan sonra da çata bilməyəcək. Artıq yəni bu artıq məlumdur. Bugünkü mərhələdə artıq bütün dünyaya da aydındır ki, Rusiyanın özünə də aydındır ki, Rusiya Ukrayna məsələsində bu müharibəyə başlamaqla qarşısına qoyduğu siyasi məqsədlərə çatmadı və mən əminəm ki, məsələn Putin 4 il əvvələ qayıtsaydı müharibəyə başlamazdı. Qəti şəkildə müharibəyə başlamazdı. Çünki bu müharibə faktiki Rusiyanın dünyadakı mövqelərini zəiflətdi. Hələ dünyanı qoyaq bir tərəfə, biz öz bölgəmizdən görürük. Yəni bəzən mən sosial mediada bu Rusiya meylli bizim soydaşlarımızın və yaxud da Rusiya meylli olmayanların da hətta Ukrayna məsələsində bəzi mövqelərini çox təəccüblə qarşılayıram ki, yəni siz ən azından özümüzə baxın da. Yəni bizim bölgəmizdə Rusiya məgər gücləndimi? Ukraynada müharibəyə başlayandan sonra Cənubi Qafqazda, Azərbaycanda, Ermənistanda Rusiya gücləndi. Buna baxın da. Yəni yəni siz öz gözünüzün qabağındakını da görmürsünüzsə, onda yəni siz niyə bu fikir bildirirsiniz ümumiyyətlə? Yəni bu baxımdan Rusiya Ukraynada məqsədlərinə çatmadı və Ukraynadakı müharibə Rusiyanın həm postsovet məkanında, həm də qlobal miqyasda mövqelərini zəiflətdi və bunun da nəticələri Venezuelada ortaya çıxdı, Suriyada ortaya çıxdı, digər regionlarda ortaya çıxır, görünür. Yəni bu baxımdan ona görə deyirəm ki, yəni Putin 4 il əvvələ qayıtsaydı, qəti şəkildə bu müharibəyə başlamazdı. Şahin bəy, NATO-nun baş katibi Rutte dedi ki, Rusiya 30 min hərbiçi itirib və ölü olaraq təkcə 1 yanvar ayı ərzində, yəni 1 ay ərzində. Trump dedi ki, 31 min nəfər həlak olub iki tərəfdən və bu kifayət qədər mötəbər məlumatlardır. Yəni təbii ki, kəşfiyyat hesabatına əsasən deyirlər. Durum necədir indi cəbhədə? Yəni əslində kəşfiyyat məlumatına ehtiyac yoxdur. Çünki artıq dronlar bütün ölən əskərləri qeydə alır hər iki tərəfdən. Nisbət necədir indi? Məsələn, dekabr ayında
təkcə Ukrayna pilotsuz qüvvələrinin öldürdüyü Rusiya əsgərlərinin sayı olub 33 min nəfər. Təkcə dekabr ayında. Və təkcə Ukrayna pilotsuz qüvvələri. Hələ o artilleriya bura daxil deyil, nə bilim, o yaxın döyüşdə ölənlər bura daxil deyil filan. Yalnız Ukrayna pilotsuz qüvvələrinin öldürdüyü Rus əsgərlərinin sayı, hansı ki, bunun hamısının videoları var, hamısının. Çünki o videolar, dronlar videonu ötürür axı. Gəlib piyadaya dəyməzdən öncə görüntülər ötürülür mərkəzə. Yəni, hamısının videosu var, video sübutları var. Təkcə pilotsuz qüvvələrin öldürdüyü Rus əsgərlərinin sayı olub 33 min. Və bu da aydan aya artır. Məsələn, noyabr ayında 27 min idi. Pilotsuz qüvvələrin öldürdüyü Rus əsgərlərinin sayı. Keçən il bu vaxtı Zelenski deyir 14 min idi. Bəli. Və bu aydan aya artır. Bir ildə gör 2 dəfədən çox artır. Aydan aya artır və bu da öz növbəsində Rusiyanın öz mövqeyini bayaq qeyd etdim, əslində Rusiya öz mövqeyini yumşaldıb, amma özünü sındırmamağa çalışır. Yəni bunun da çox ciddi təsiri var. Çünki ruslar da axmaq deyillər axı. Yəni bu qədər itkin və artan templə davam edən itkilərə davam gətirmək nə qədər mümkündür? Bəli, təbii ki, Rusiyanın insan ehtiyatları çoxdur. Rusiya sabah səfərbərlik elan etsə 2 milyon, 3 milyon da adam toplaya bilər orduya, bilər, amma kağız üzərində bilər. Bunu reallaşdırmaq çox çətin bir prosesdir. Çox ağır bir prosesdir. Yəni ümumi səfərbərlik elan etmək və 100 minlərlə bir neçə milyon insanı orduya cəlb eləmək bu texniki baxımdan, maddi baxımdan olduqca çətin və ağır bir prosesdir. Yəni Rusiyanın buna imkanları varmı? Bir sual işarəsi qoymaq. Yoxdur demirəm. Yoxdur demirəm, amma bir sual işarəsi qoymaq lazımdır. Xeyli problematikdir yəni. Və burada əsas problem də ondan ibarətdir ki, ola bilər ki, yəni ümumi səfərbərlik elan etsə Putin, bu Rusiyada sosial stabilliyi poza bilər. Çünki hələ də pis yaxşı Rusiya əhalisinin əksəriyyəti belə deyək də Putindən məmnundur ki, yəni dolanışığımızı təmin edir də bu adam. Yəni az qalmırıq ki, dolanışığımızı təmin edir. Bir növ bir qeyri-rəsmi ictimai müqavilə var da Rusiya rejimi ilə Rus xalqı arasında. Bir qeyri-rəsmi ictimai müqavilə var ki, siz bizim qarnımızı doyuracaqsınız, biz də sizə etiraz eləməyəcəyik. Yəni sizə qarşı çıxmayacaq. Amma ümumi səfərbərlik elan olunsa və hər evdən ən azı bir nəfəri səfərbərliyə cəlb eləsələr, onda bu Rus xalqı ilə Putin arasındakı bu anlaşma, yəni qeyri-rəsmi müqavilə pozulmuş olacaq. Və bu da rejim üçün çox ciddi təhdiddir. Yəni cəbhədə itkilərin nisbəti necədir? Ukrayna itkilərinin. Məncə azalıb Ukrayna itkiləri. Ukraynanın itkiləri, məsələn, Ukrayna komandanlığı rəsmi şəkildə bildirdi ki, 2025-ci ildə Ukrayna ordusunun itkiləri əvvəlki illərlə müqayisədə azalıb və bu azalma tempi ilə davam edir. Çünki niyə? Pilotsuz sistemlərin daha geniş istifadəsinə başlayıb Ukrayna. Həm dronlar, həm yerüstü robotlar, düzdür, yerüstü robotlar hələ ki azdır. Amma onların da iştirakı cəbhədə getdikcə artır. Və indi bu Ukrayna Müdafiə Nazirliyinə yeni təyinat oldu da, yeni nazir təyinatı oldu. Bu da çox gənc və çox güclü kadrdır, Mikhail Fyodorov. Həqiqətən də ümumiyyətlə, yəni mən Ukrayna daxili siyasətini çox yaxından izləyirəm uzun illərdir. Və mən qəti şəkildə deyə bilərəm ki, bu Mikhail Fyodorov Ukraynanın müstəqillik tarixindəki ən güclü fiqurdur, ən güclü kadrdır daha doğrusu, kadr. Yəni bir siyasi lider kimi demirəm, hələ ki siyasi lider kimi tam öz iddiasını ortaya qoymayıb. Amma sırf kadr kimi, yəni icraçı kadr kimi çox güclü kadrdır. Özü 35 yaşı var, hələ gəncdir. Bundan əvvəl bilirsiniz ki, rəqəmsal texnologiyalar naziri idi. Yəni dron texnologiyalarının inkişafında çox ciddi rolu var və indi artıq nazir təyin olundu və o ilk açıqlamalarında bildirdi ki, biz çox sürətlə bu texnologiyaları inkişaf etdirəcəyik və bundan sonra mümkün qədər bizim piyada qüvvələrimizin döyüşlərdə iştirakı minimallaşmalıdır. Yəni biz insanlarımızı qorumalıyıq. Mümkün qədər bu pilotsuz texnologiyaları inkişaf etdirməliyik və qeyd etdi ki, yaxın perspektivdə bizim əsas məqsədimiz odur ki, Rus ordusunun aylıq itkilərini 50 min ölüyə çatdıraq. 50 min ölüyə. Və bildirdi ki, əgər biz buna nail olsaq, hansı ki buna nail olmağımız üçün çox böyük imkanlarımız var. Yəni, bunu əminliklə söylədik. Biz yaxın müddətdə Rusiya ordusunun aylıq itkilərini 50 minə çatdıracağıq və buna nail olsaq, Rusiyanın müharibəni davam etdirmək imkanları tamamilə aradan qalxması belə çox məhdudlaşacaq. Çox məhdudlaşacaq. Və buna da həqiqətən Ukraynanın imkanları var. Bilirsiniz də, pilotsuz qüvvələrin komandanı da məşhur Madyar ləqəbli Robert Brovdi, çox mərd, qəhrəman bir insandır. Macardır özü, etnik baxımdan Macardır, amma Ukrayna
patriotudur, vətənpərvəridir. Orban da kifayət qədər tənqid eləyir. Yəni bu sahədə Ukraynanın texnologiyaları gündəlik şəkildə çox sürətlə inkişaf eləyir və bu baxımdan həm də buna görə, bu faktora görə Rusiyanın bu müharibəni artıq uzun müddət davam etdirmək imkanları yoxdur. Təbii ki, yəni Ukraynanın da itkiləri var. Xüsusən siz qeyd etdiniz əslində Ukrayna enerji infrastrukturunun faktiki dağıldığını qeyd etmək lazımdır. Yəni faktiki Rusiya Ukraynanın enerji infrastrukturunu darmadağın etdi və xalqın artıq vəziyyəti çox, yəni dözülməz, həqiqətən də dözülməz həddə çatdı. Təsəvvür eləyin, yəni 15-20 dərəcə şaxtada işıq yox, qaz yox, istilik yox. Yəni o şəraitdə insanlar yaşamağa çalışırlar. Yəni həqiqətən çox ağır bir şəraitdir, dözülməz şəraitdir. Və Trump da bunu qeyd etdi əslində ki, yəni mən deyir təsəvvür eləyə bilmirəm ki, 20 dərəcə şaxtada insanlar işıqsız, istisiz, qazsız necə yaşayırlar. Trump da həqiqətən yəni çox ondan belə şeylər görmürük. Yəni ürək ağrısı ilə onu qeyd etdi ki, yəni mən çox üzülürəm həqiqətən də ki, insanlar bu şəraitdə necə yaşayırlar. Həm də ona görə Zelenskiyə kömək vəd edib ki, yəni hava hücumu müdafiə raketlərinin göndərilməsində kömək edəcəm. Yəni həqiqətən Ukrayna xalqı çox ağır vəziyyətdədir və bu da öz növbəsində yəni Rusiyanın o itkilərinin getdikcə artması və resurslarının getdikcə məhdudlaşması Rusiyanı bir tərəfdən sülhə vadar eləyir və eyni zamanda o dərk etmə bayaq qeyd etdiyim kimi, yəni artıq məncə tam dərk etdilər ki, biz hərbi yolla məqsədlərimizə çata bilməyəcəyik. Yəni bu Rusiyanı sülhə vadar etdiyi kimi Ukraynanın da ağır vəziyyəti Zelenskini də o güzəştlərə meylli eləyir. Və məncə yəni dediyim kimi hətta məsələnin ən pis tərəfinə baxaq. Tutaq ki, Ukrayna razılaşdı ki, Donbasdan çıxsın və Rusiya gəlsin, buraları ələ keçirsin. Qalan o 20% Donbasın ərazisindən də Ukrayna çıxsın və Rusiya gəlsin, buranı götürsün. Hətta bu şəraitdə belə, yəni bu o demək deyil ki, Ukrayna məğlub oldu, Rusiya qalib gəldi. Yəni dediyim kimi, Rusiya burada siyasi məqsədlərinə çatmır. Bu müharibə Rusiyanın bütün zəif tərəflərini dünyaya nümayiş etdirdi. Bu müharibə Rusiyanın qlobal və regional mövqelərini tamamilə zəiflətdi və artıq burada Rusiyanın qələbə ehtimalı qalmadı. Ona görə də yəni Ukrayna xalqının bugünkü bu ağır durumuna görə də mən şəxsən çox arzu edirəm ki, bir razılaşma artıq əldə olunsun və sürətlə artıq Ukraynanın bərpası prosesi başlasın. Və həqiqətən də bu Trumpın da o mövqeyi məncə çox əhəmiyyətlidir ki, biz Avropa ilə bərabər 800 milyard dollar cəlb eləməyə hazırıq və bu məsələyə də mən sizin verilişdə deyəsən qeyd etmişdim də ötən dəfə. Məşhur BlackRock investisiya korporasiyanı bura cəlb eləmək istəyirlər, hansı ki o korporasiyanın əlində 14 trilyon dollarlıq aktivlər var. Yəni 14 trilyon dollarlıq aktivləri idarə edən bir şirkətdir, hansı ki buna bərabər bir dövlət yoxdur dünyada, təsəvvür edin. Və Trump da söz verib ki, Witkoff da, o Larry Finklə çox yaxındılar onlar. Söz veriblər ki, yəni biz BlackRock-u bu işə cəlb eləyəcəyik və sürətlə Ukraynanın bərpasına başlayacaq. Yəni bu çox önəmlidir və ona görə də bir daha arzu eləyək ki, tezliklə bu müharibə başa çatsın və Ukrayna xalqının bu əzabları, istirabları, hansı ki orada kifayət qədər bizim insanlarımız da var, yəni bizim soydaşlarımız da var, Ukraynada qohumlarımız da var, şəxsən mənim qohumlarım da var. Yəni onların bu əzab əziyyətlərinin tezliklə başa çatması və Ukraynanın bərpası prosesinin start alması bizim üçün də çox vacibdir. Orada o bərpa prosesində Azərbaycan şirkətləri də iştirak edə bilər. Yəni Azərbaycan da oradan faydalana bilər. Ora çox böyük maliyyə vəsaitləri cəlb olunacaq. Ora bütün əslində dünya o prosesə diqqət eləyəcək ki, yəni biz mümkün qədər oradan pay almağa çalışaq. Yəni Türkiyə xüsusən çalışacaq ki, o inşaat proyektlərini Türkiyə öz üzərinə götürsün filan. Yəni burada təbii ki, bu hər tərəfli Azərbaycan üçün də faydalı olacaq, Türkiyə üçün də faydalı olacaq, Ukraynanın bərpası məsələsi və təbii ki, ilk növbədə Ukrayna xalqının bu əzab əziyyətlərini başa çatması baxımından çox vacibdir. Təşəkkür edirəm Şahin bəy, minnətdaram. Sağ olun. Ümid eləyək ki, bundan sonra Rusiya diqqətimiz daha çox Rusiyaya yönələcək. Yəni razılaşma əldə olunmaya da bilər. Yəni bugünkü görüşdə indi dünən başladı, bu gün davam edir. Yəni razılaşma əldə olunmaya da bilər. Yəni bayaq mən qeyd etdim ki, Rusiya əslində meylənib bu razılaşma əldə olunmasına filan, amma yəni ola bilər ki, əldə olunmasın və müharibə daha bir müddət davam eləsin, amma yəni artıq aydındır ki, Rusiyanın yəni uzun müddət daha bir neçə il tutaq ki, bu müharibəni davam etdirmə imkanları yoxdur. Yəni onların o açıqlamalarına, yəni Putinin o bəyanatlarına filan çox aludə olmaq lazım deyil. Yəni onu çox ciddi qəbul eləmək lazım deyil.
Təşəkkürlər Şahin bəy. Sağ olun. Hörmətli izləyicilər, biz siyasi şərhçi Şahin Cəfərli ilə regionun, gündəmin, dünyanın əsas mövzularını müzakirə elədik. Verilişimizi bəyənin, paylaşın, minnətdarım.